Ərəstun bəy deyəsən zəng edib. Alo. Salam aleyküm Qurban bəy. Salam Ərəstun Bütün bəy. izləyiciləri də salamlayıram. Mən çox narahat yerdəyəm, amma məlumat vacib olduğu üçün istəyirəm deyim sizə. Buyurun. Bilirsiniz, indi insanlarda belə bir təsəvvür yaradına bilər və yaxud onu yaratmağa cəhd edə bilərlər ki, kimlər vəzifəyə qoyulursa, təyin olunursa, biz onlara hədəf alaq. Xeyr, elə deyil. Ofeliya xanım danışdı, Ofeliya xanım ailəsi hansı faciələri yaşayıb Azərfilm izləyiciləri bilirlər və bugün də yaşamaqdadır, onun övladına ömürlük iş verirlər. Bu Bəhruz Əhmədov alçaq var, bəli, alçaq. Bu, həmin o əskərin ölümü ilə bağlı demək, araşdırmada əvvəlcə bu rəhbər təyin olub bu işə. Adil Sabir'in ölümündə bu adam özü işgəncədə iştirak edib və Ərəstun bəy şəxsən döyürmüş uşaqları. Deməli, həmin dövrdə Qarabağ hərbi prokuroru başqa bir adam olubdu və o adam indi pensiyadadır. Deməli, o əskəri işgəncə verdiklərini bununla ikinci bir şərəfsiz, doğrudan şərəfsiz, onun bütün şəcərəsi şərəfsizdir. Atası Mehdiyev və nə bilim, nə daşıyanlıq eləyib və s. Mehdi Hüseynzadə, bugünkü bunun muavini. Bunlar bir yerdə o əskəri elə döyürlərmiş ki, o Qarabağ prokuroru dözməyib, gəlib bunları qovub oradan. Ki, gedin harada nə qələt eləyirsiniz eləyin, burada eləməyin. Mən istəyirəm, izləyicilər, bizi eşidənlər başa düşsün. Azərbaycanda məqsədli şəkildə cinayətkarlar mükafatlandırılır. Və bunu eləyən İlham Əliyevdir. Çünki bu adam deyil, adam da demək olmaz buna. Bunun haqqında bilirsiniz nə qədər məlumatlar veriblər. Mən yaxın günlərin birində imkan olanda çıxacağım efirə, bunun haqqında çox ətraflı danışacağım. İnanın ki, Xanlar Vəliyev yaramaz. Hərbi prokuror vəzifəsinə gələnəcən bu qədər ləkəli olmayıb, nəinki bax bu cinayətkar. Yəni təsəvvür edin, alçağı uzaqlaşdırıb vəzifəyə aparıb, yüksək vəzifəyə. Yerinə özündən də alçağını gətirirlər. Bu dəhşətli bir reallıqdır, Azərbaycan reallığı. Ona görə mən bir də buradan deyirəm. Qoy Azərbaycan hakimiyyəti nə istəyir desin bizim haqqımızda. Amma artıq sizin müqəddəratınız dünyanın çox mühüm institutlarında həll olunacaqdır. Bu qaçılmazdır artıq. Və bunu siz elədiniz. Bu cür təyinatlarla, bu cür həyasızcasına cəmiyyətə əlcə yapmaqla, bu cür həyasızcasına göstərməklə ki, biz heç kimdən qorxmuruq. Buna baxarıq. Ona hələ baxarıq. Bəli? Açıq əməlləri ilə bunu açıq deyirlər, açıq göstərilən, xalqa meydan oxuyurlar Əliyev. Qurban bəy, bəzən keçmişdə olmuş söhbətlər unudulur. Bircə dəqiqədə vaxtınızı alacağım. Bu efirdən siz də, mən də neçə dəfə demişik ki, Tərtər işi bizim üçün iki məsələdə son dərəcə vacibdir. Birinci, bu siyasi məsələ deyil, bu hüquqi məsələdir. Demişikmi bunu? Dəfələrlə. İllər boyu. İkinci məqamda olur. Biz bu məsələnin ölkənin daxilində həllinin tərəfdarı, ölkədən kənara çıxmasının, kimlərinsə əlində təzyiq vasitəsi, Azərbaycandan nəsə əldə etmək üçün siyasi alət olmasını istəmirik. Demişikmi bunu? Demişik. Bizim vicdanımız təmizdir. Ona görə mən bir neçə gün əvvəl öz Facebook profilində açıq yazdım. İstənilən bir beynəlxalq qurum qarşısında ifadə verməyə hazıram, verəcəyəm də və bunun da bütün məsuliyyəti düşür İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin üzərində. Hakimiyyət yox, hakimiyyət adına fəaliyyət göstərən quldur dəstəsinin. Bu, bilirsiniz nədir? Artıq bu əxlaqsızlığın son həddidir. Cəmiyyətə etinasızlığın, sayğısızlığın, təhqirin son həddidir ki, mənim keyfim belə istəyir. Bəşər Əsədin keyfi hardadır? Bir bax, Qəddafinin leşi hardadır? Çavuşevskinin arvadının talihi deyəsən bunun yadından çıxıb. Qurban bəy, bunların hamısı belədir. Bu diktatorluqların, bunlar diktator deyil, bunlar diktatorluqlardır, bunlar idarə olunurlar. Bunların hamısının təbiəti belədir, sanki bir qəlibdən çıxıblar.
Və biri o birinin ardınca eyni yolu gedir. Gözü çıxan qardaşından nümunə götürmək yoxdur. Bax, bu Bəhruz Əhmədov haqqında isə mən yaxın günlərdə geniş imkan olan kimi qoşulacağım canlı və ətraflı danışacağım. Bu gədə o qədər bulaşıbdır ki, bu vəzifəyə gələnəcən. Xanlar Vəliyev o vəzifəyə gələnəcən bunun yanında mələk kimi bir şey olubdur. İndi görün bu hələ nələr törədə bilər. Təşəkkür edirəm. Bunu demək istəyirdim. Rəstum bəy, vaxtınız varsa bir sual istəyirəm. Buyurun. Bunu aydın gətirmək lazımdır. Bu adamların, bunlar kişi cinsidir, bunların öz həmzislərinə qarşı belə amansızlıq, bunların çünki elədiyi hərəkətlər normal insan təfəkkürünə, psixologiyasına uyan bir şey deyil. Bunun sizə səbəbi nə olar axı bu adamlar belə hərəkət edirlər? Qurban bəy, bunlar vəzifəyə gətirilənəcək addım başı alçaldırırlar. Bunların içində olan qalan insan hissi, insanlıq hissi, ləyaqət hissi, qürur hissi hamısı ayaqlanır. Bunlar o qədər şəxsiyyətsizləşdirilmiş, hər mənada şəxsiyyətsizləşdirilmiş. Üzr istəyirəm, bu ifadəni ağır ifadədə Azərbaycan deyil. Namussuzlaşdırılmış vəziyyətdə gətirirlər ki, bunlarda bir patoloji qəddarlıq yaranır. Bunlar o vəziyyətə bunları çatdıranlardan qisas ala bilmirlər. Qisası kimə gücləri çatır ondan alırlar. Bu bir psixoloji kazusdur da. Yəni bu insanlarda artıq ruhi pozuntu yaranır. Bax budur məsələ. Biz sizi bununla soruşdum. Rəstum bəy, mən bu qədər dönənləri biz o haqqında danışdıq. Hərbi prokurorluqdan yoldaşlarımla da bilirsiniz, əlaqələrimiz var bəzi adamlarla. Mənə bunun haqqında qəribə şeylər dedilər ki, bu o müavin nədir indi nədir o Tərtərdəki işgəncə verib bir şeylər. Şəfaət İmranov. Yox, Şəfaət yox, o birisi. Mehdi Hüseynzadə. Mehdi Hüseynzadə ilə seksual əlaqələrdə olan bir adamdır bu. Bu gədənin haqqında elə şeylər dedilər ki, bu homoseksualdır deyirlər. Mənə öz işçisi yoldaşları deyib ha. Deyib bunda o da çoxdan bilir. Bunların bu davranışı zəng edən mənə qardaş dedi ki, bunların bütün bu davranışlarınca o ilə bağlıdır. Bunlar ümumiyyətlə normal kişilərə nifrət edirlər. Ona görə verdikləri işgəncələrin hamısı seksual xarakterlidir. Qurban bəy, hər şey mümkündür. Çünki bunlar hər bir halda, hər bir mənada psixikası deformasiya uğramış adamlardırlar. Yəni, əslində bunların məhkəmə psixiatriya ekspertizasından heç biri keçə bilməz. Çünki bu əməlləri törədən adamlar sağlam ola bilməz, ruhi sağlam ola bilməz. Bu qeyri-mümkün bir şeydir. Mən bunu bir həkim kimi deyirəm. Bax, budur məsələ. Bunların hərəkətləri, işgəncənin, bilirsiniz, indi bunu sizdən yaxşı bilən yoxdur ki onu. İşgəncənin 90% hamısı seksual xarakterlidir, insanların cinsiyyət orqanlarına. Seksual komplekslər var da, Qurban bəy, seksual komplekslər var, seksual natamamlıq var bu anda. Budur məsələ. Deyir, özdə hərbi prokurorluqda belələri çoxdur. Həm də tək hərbi prokuror yox ha. Hətta deyir, məhkəmələrdə, hərbi məhkəmələrdə, hakimlər arasında xeyli belə homoseksuallar var. Bu adamlar bir-birinə ağlı başlı eşq yaşayırlar, sevgi yaşayırlar, bir-birinə yaşayırlar. Bu ildə arvadı var da, ailəsi var güya. Kül bunun təpəsinə. Siz Azərbaycan televiziya, dövlət televiziya kanallarındakı aparıcıların böyük əksəriyyətinə baxın, onda hər şey aydın olacaq. O dövlət siyasəti. Onların davranışına, onların danışıq tərzinə, onların jestlərinə baxın, orada hər şey aydın olacaq. Təşəkkürlər. Sağ olun. Sağ olun. Mən Azəf Edim ailəsi adından təşəkkür edirəm Rəstum bəyə. Dostlar, dəbərdə söhbət açıldı. Mən bunu sizə deyəcəyim bu şeyləri. Ölkəmiz çox murdar, dəhşətli əllərdədir. Təbii ki, bu adamların şəxsi həyatı özlərinə məxsusdur. Amma o yerdə ki, o şəxsi həyat küçəyə çıxır. O şəxsi həyat o yerdə ki, tərtər boyda cinayətlərin, o işgəncələrin baş verməsinə səbəb olur. Biz mütləq bunları ifşa eləməliyik, deməliyik, xalq bilməlidir. Bu adamların əksəriyyət homoseksuallardır. Bu işgəncə törədən, bu işgəncə, məsələn, Hikmət Həsənov. Hikmət Həsənovun özünü Rəstum bəy bu barədə
Canlı efirdə məlumat veribdir neçə vaxt bundan qabaq. Hikmət Həsənovun özünü Nəzmədən Sadıqova gənc olanda zorlatdırıb ağıllı başlı çəkilər videoya. Ondan sonra başlayıblar bu homoseksual əlaqələri, bunlar hamısı. Bu genellərin əksəriyyəti. Bunların arasında sən demə öz ləyaqətini, kişilik qüruru saxlayan adamların hamısını ya oradan uzaqlaşdırıblar, ya da Polat Həşimov kimi şəhid ediblər. Niyə? Çünki onları görəndə bu adamlar öz namussuzluqları, əxlaqsızlıqları hamıya bəlli olur. Ona görə başqa bir homoseksual gətirirlər, paradı Erdoğan gələndə Bakıya, yadı, o paradı idarə elədir səsi ilə. Hamı da tanıyır ki, Abdullah'dır, Abdullah nədir belə. Ölkə budur, bu vəziyyətdədir. Bütün dolublar şeyə, dövlət orqanlarına, məhkəmələrə, istintaqlara. Bunun sifətinə bir baxım gedə. Bu Tovuzdan adamının qaynatası bilməm nədir, bir qızından maraqlanmalı, soruşmalıdır ki, ay qızım, sən bir ərinin davranışlarından bir nə şübhələnsən, bax, fikir bəs soruşmursan ki, bu nə kişilik edirsiniz, bu nə hərəkət, sən niyə başqa kişilərin sinsiyyət orqanına tox verirsən, nə bilim, onlarla oynaşırsan, nə edirsən, gəbgirsən mənim yatağımı, gəlsən məndən bir çörək yeyirsən, utanmaz, əxlaqsız, murdar. Deyəcək deməyəcək, Abdullah Qurbani, Abbas və təşəkkürlər. Abdullah Qurbani haqqında bilirsiniz, bütün hədbirisi danışan bilir. Tək Abdullah Qurbani deyil. Efirə özü bu adam, özü şəxsən homoseksual əlaqələrdə olubdur. O mavini ilə, nə bilim, orada olan başqa adamlarla və şəxsən də işgəncə verib bizim uşaqlara. Və əksəriyyətinin deməli, yumurtalıqlarını ayağı ilə əzib, bu binamuskədə qapı arasına qoymaq, əzmək, neynəmək, sıxmaq, uşaqları mələdirmiş bu. Beyləqan korpusunda. Qarabağ prokuroru olub bu adam. İncisindən soruşuram, belə bir adamı İlham Əliyev gətirib vəzifə qoyursa, İlham Əliyevin özü kimdir, özü nədir, özünün bu vəziyyəti nətərdir? Bilirsiniz, Azərbaycanda o qədər hüquqşünas var ki, bizdə hər prokuror vəzifəsinə istənilən bir başqa prokuror gətirib qoya bilərlər, istənilən bir adamı, amma hərbi prokurorluqda əvvəllər işlənməyən bir adamı. Düzdür yoxsa yox? İstənilən hüquqşünası aparıb qoya bilərlər ora. Amma bunlar seçirlər, məhz bu qədəni gətirib qoyurlar ora. Qarabağ prokuroru olduğu müddətdə Azərbaycan əskər və zabitlərinə dəhşətli işgəncələr verdirən bu homoseksualı. Niyə sizcə? Bu İlham Əliyevin Azərbaycan xalqına meydan oxuması nədir? Bunlar hamısı bəllidir. Amma bu bir metoddur dostlar. İstəyirəm bunu siz biləsiniz. Bu şey sizi ruhdan salmamalıdır. Bu bir metoddur. Dövləti idarə etmə metodu. Xalqın öz güvən hissini aradan qaldırmaq, xalqın öz gücə inamını sarsıtmaq, xalqı ümidsizliyə, çıxmazlığa məhkum eləmək metodudur bu. Yəni ki, xatı edər, nə xeyr oldu, burada deyirlər, yazırlar, adam ifşa olunur, vəzifə verirlər. Bu adi bir şey deyil dostlar. Mən sizə açıq deyirəm ki, bu metodu sən bir Amerikaniyada da tətbiq eləsən, nə bilim, Almanada da tətbiq eləsən, dönüb belə bizim tamir olacaqdır. Hələ şükür bizə ki, belə qalmışıq. Yəni, xalq kimdən şikayət edir ki, onu vəzifə qoyun. Bu bir dövlət siyasətidir. Əgər mən kimisə çıxartmaq istəyirəmsə, onu heç kəs bilmir. Amma kimisə qazetdə yazırlar ki, o çıxarılacaqdır. O bilsin ki, onun vəziyyəti daha da yaxşılaşır. Onu mən çıxartmayacağım. Əgər bir balaca doğrudan da o adama mənim iradımda olsa, o qəzetdə yazılana görə mən o iradı da bağışlayacağım ki, yola getməsinlər.
Bu benim ümumi sözüm. Sen narahat olun, sen narahat olun. Başa düşdünüz? Bu dədəsinin qoyduğu özü bunun öz ağlı məsul deyil ha. Bunu da kənddən qandırıblar, bunu da baş sarıblar, bunu təlimatlandırıblar it kimi ki, sən bu metodlarla xalqı sındıra bilərsən, onu eləyirlər. Bu KGB-nin o vaxtı arxivlərində KGB alimlər tərəfindən kəşf olunan bir metoddur. Amma tək ki, SSR-də bu tətbiq olunmuyor bir metod. Bütün diktatora rejimlərində onu tətbiq eləyirlər. Kimi çatmaq, kimi tənqid edirlər, nə edirlər, mən o böyüdəcəyəm.